Neylədim? 9-cu sinif şagirdi idim. Yuxarı sinif şagirdlərinə imzaladaraq elə Azərbaycan dilində Moskvaya, Kremlə məktub yazdım. Mövzu nə idi? Niyə görə Ermənistanda yaşayan Azərbaycanlılar üçün televiziya, Azərbaycan dilində televiziya proqramları efirə verilmir? Çox maraqlı. Neçənci il idi? 9-cu sinifdə oxuyurdum. Demək 9-cu sinif 84-cü il. O ya. Moskvaya, Kremlə, Azərbaycan dilində bütün yuxarı sinif 9-cu 10-cu sinif şagirdlərinin imzasını toplayaraq mən, Arif Babayev məktub yazmışam. Məktubda mövzunu qoymuşam ki, niyə görə Ermənistan televiziyasında, Ermənistan ərazisində bu qədər Azərbaycanlılar yaşaya-yaşaya, onlar elə SSR məkanındakı xəbərlərdən məlumat almaq üçün öz dillərində bunlara niyə bir ayrıca veriliş verilmir? Müqayisəli şəkildə də bildirmişdim ki, Azərbaycan televiziyasında həftədə 2 dəfə yarım saatlıq erməni dilində verilişlər efirə gedir. Maraqlıdır. Demək, həqiqətən də direktorun da xəbəri yox idi. Dərs prosesində Maarif şöbəsinin bütün rəhbər işçiləri daxil oldular sinifə. Hamımız qalxdıq, Vahidin müəllimdə. Mən o saat məsələnin mahiyyətini başa düşdüm ki, bu erməni rəhbərliyi düşünür ki, bunu təşkil edən bir məktəb direktoru var. Mən elə dedim ki, xeyr, öz təşəbbüsümlə həqiqətən də düşünüb daşınmışam. Niyə görə Ermənistanda bu qədər Azərbaycanlılar yaşaya-yaşaya onların öz doğma dilində televiziya proqramları yoxdur? Onda Vahidin müəllim də rahat nəfəs aldı ki, yəni ki, doğrudan da təşkilatçı mən deyiləm. Elə şagird, əlaçı şagirddir, öz təşəbbüsü ilə Moskvaya, Kremlə belə bir problemin olduğunu bildirib və xahiş edir ki, bu Ermənistan televiziyasında Azərbaycan dilində efirə verilişlər verilsin. Bu əhali, burada yaşayan insanlar da SSR məkanında, Lapelə Respublika məkanında baş verən hadisələrdən məlumatlı olsun, xəbərdar olsun. Yəni bunun özü o dövrdə 9-cu sinif şagirdi üçün böyük bir, necə deyim, gözlənilməz hal idi ki, 9-cu sinif şagirdi Kremlə belə bir tələb yaza bilərmi?